Salamlar, saygılar əziz dostlar. Bu cələsə bir türkünün amuzişinə başlayıram. Bu türkünün adı Biləməm ya dərə kənarından keçdim. Kökümüz bu türküdə re köküdür. Qopuz üçün not nevisi olunub re yerindən. Tiyunerdə baxsaq, at simlərimiz bu halətdədir. Və orta simlər. At simlər və orta simlər bu halətdə oldu. Müntaha orta simlər, simlərin birin bəm halətdə köhləsək yaxşı olar. Bu halətdə. Üst simlərimiz bu halətdə oldu. Bu türküdə mi bemol pərdəmizi, bu pərdəni çəkmişik mi pərdəsinə yaxın olubdu. Təqribən 1 sant qalmışdı. Bu pərdənin adına deyirik mi bemol 2 ya mi koron. Pəs nə mənə mi işləsək mənzurumuz bu ahəngdə bu pərdədir. Ritmimiz 2-4'dür. Pərdələr biri mi koron oldu. Bir də si bemol işlənəcək ki, İşarə ünvanında si bemola işarə vuracağıq. Əvvəl bölümümüzün çalğısını çalıram, başlayaq amuzişə. Bura kimin çalğısı idi bu cələsənin? Başlayaq mizan be mizan amuzişinə, mizrab be mizrab. Əvvəl mizanımız ya əvvəl ölçümüz bu halətdədir. Sukutla başlayır. Sukutun yerinə eləyə bildik ortasına bir mizrab vuraq. Rastı mizrab. Es. Sukuta es deyirik. Es. İdamədə birinci barmaqla fada rastı mizrab. Birlə səri yenirik solda rastı mizrab. Birlə yenirik lada rastı mizrab. Simi ötürürük redə çəp mizrab. Dubara barmağı qoyuruq lada rastı mizrab. Mizrabdan sonra suslama vururuq si bemola. Aram ritminə çalıram bu mizanı. Bir miqdar səriytər. Notları olur solfeji. Es, fa, sol, la, re, la. Bu halətdə oldu. Keçək ikinci ölçüyə. Çalğısı bu halətdədir.